1960-1970-ci illərdə Sovet sistemi və İtaliya dizaynının birləşməsindən hamının sevimlisi Jiguli avtomobili yarandı. Sovet İttifaqı birdən-birə öz avtomobilini yaratmağa qərar verdi və bu qədər böyük bir layihə üçün məhz İtaliya və Fiat seçildi. Hətta ilk gətirilən avtomobillər Sovet yollarında sözün həqiqi mənasında dağıldı və bu problemləri həll etmək üçün yüzlərlə texniki dəyişikliklər edildi. Boş bir çöldə qurulan zavod qısa müddətdə bütöv bir şəhərə çevrildi və ən maraqlısı bütün Sovet ərazisində Jiguli kimi tanıdığımız bu avtomobil dünyaya Lada adı ilə təqdim olundu. Bu videoda Jigulinin yaranmasından danışıram. Avtomobillər Rusiyaya hələ 19-cu əsrdə gəlmişdi. Amma əvvəlcə bu sadəcə aristokratiyanın əyləncəsi idi. Sonra hərbi texnikaya və sənaye nəqliyyatına çevrildi. Hətta 2-ci Dünya müharibəsindən sonra belə şəxsi avtomobil adi nəqliyyat vasitəsi sayılmırdı. Daha çox lüks kimi qəbul olunurdu, çünki müharibədən sonra Sovet sənayesinin başqa prioritetləri var idi. Kütləvi avtomobil istehsalı ilə məşğul olmaq üçün nə vaxt var idi, nə də imkan. Bu problemin real həlli yalnız 1960-cı ildə mümkün oldu. Artıq o vaxta qədər bütün vətəndaşlar üçün əlçatan olan bir xalq avtomobili yaratmaq məsələsi ölkə üçün ciddi və vacib hədəfə çevrilmişdi. 1966-cı ildə Sovet İttifaqı çox böyük bir qərar verdi. Yeni avtomobil zavodu tikmək. Bu adi layihə deyildi. Plan sıfırdan elə bir müəssisə qurmaq idi ki, ildə yarım milyondan çox avtomobil istehsal edə bilsin. Belə bir zavodu qurmaq üçün xarici tərəfdaş axtarmağa başlanılır. Seçim isə İtaliyada dayanır. Sovet hökuməti Fiat ilə müqavilə imzalayır. Bu qərar təsadüfi deyildi, çünki o dövrdə Fiat avtomobilləri həm sadəliyi, həm də əlçatanlığı ilə tanınırdı. Zavodun harada tikiləcəyi də vacib məsələ idi. Əvvəlcə Kiyev və ya Minskdə tikmək planlaşdırılırdı. Nəticədə Volqa sahilində yerləşən kiçik Talyati şəhəri seçilir. Maraqlısı odur ki, şəhər bir neçə il əvvəl İtaliya Kommunist Partiyasının lideri Palmiro Togliatti'nin şərəfinə adlandırılmışdı. Yəni bir növ hər şey simvolik şəkildə üst-üstə düşürdü. Amma Volqa boyu bölgənin üstünlükləri daha güclü idi. Logistika rahat idi, resurslara yaxınlıq var idi və ən əsası dövlət sərhədlərindən uzaq idi. Bütün bunlar Togliatti'ni ideal seçimə çevirdi. Tikinti 1967-ci ildə başlayır və qısa müddətdə Sovet elmi-texniki inqilabının simvoluna çevrilir. Sovet İttifaqının hər yerindən minlərlə komsomolçu, mühəndis və işçi Volqanın boş sahillərinə axışı. Zavod tikildiyi müddətdə Sovet və İtalyan mühəndisləri paralel şəkildə təcrübə mübadiləsi aparır. İşlər yalnız SSRİ-də yox, Fiatın vətəni olan Turin şəhərində də gedirdi. Layihələr hazırlanır, avadanlıqlar sifariş olunurdu. O dövr üçün İtaliya ezamiyyət bəzilərinə hədiyyə kimi görünə bilərdi, amma reallıq tam fərqli idi. Sonra da orada işləmiş mühəndislərdən biri belə deyirdi: Turində vaz işçilərinin cənnətdə olduğunu düşünənlər yanılır. Bu sadəcə sivil formada qurulmuş bir kadrqa idi. Gecə-gündüz işləyirdik, iş həddindən artıq idi. Mütəxəssislər az idi, 2 qat, 3 qat yük, tez-tez təcili tapşırıqlar, demək olar ki, istirahət günləri yox idi. Zavod tikildiyi vaxtda paralel olaraq yeni Fiat 124 modelləri SSRİ-nin müxtəlif bölgələrində sınaqdan keçirildi. İsti Krımdan tutmuş şimalın sərt iqliminə qədər hər yerdə test olunurdu. Hətta məşhur Dimitrov poligonunun bütün mərhələlərindən keçmişdi. Bu sınaqlardan İtalyan avtomobilləri Sovet yollarının, yanacağının, sürtkü materiallarının, eləcə də əyləc və soyuducu mayələrinin sərt reallığı ilə üz-üzə qaldı. Amma nəticə gözlənilən kimi olmadı. Sınaqlar zamanı Fiat 124 sözün həqiqi mənasında dağılmağa başladı. Cəmi 5000 kilometrdən sonra bir çox avtomobillərdə askı elementləri sıradan çıxırdı. Arxa körpü, yəni most çatlayırdı. Damla dayaqların birləşdiyi yerlərdə də zəif idi. Bu problemləri aradan qaldırmaq üçün avtomobilin konstruksiyasında təxminən 800 texniki dəyişiklik etmək lazım gəldi. Nəticədə maşın tamamilə dəyişdi. Gücləndirilmiş kuzov və askı, təkmilləşdirilmiş transmissiya, artırılmış klerens, yuxarı yerləşdirilmiş paylayıcı vala malik mühərrik və bir çox digər yeniliklər əlavə olundu. Beləliklə ortaya çıxan avtomobil artıq sadəcə Fiatın surəti deyildi. O, Sovet yollarına uyğunlaşdırılmış tamamilə yeni və orijinal bir nəqliyyat vasitəsi idi.
1970-ci ildə VAZ-ın konveyerindən ilk avtomobil çıxdı. VAZ 2101. 19 aprel tarixində baş verən bu hadisə bütün ölkə üçün əlamətdar oldu. Bəzi versiyalara görə isə ilk VAZ 2101-i konveyerdən İtalyan baş instruktor Benito Guidasavalli sürüb. Bu avtomobilin prototipi 1967-ci ildə Avropada ilin avtomobili seçilmiş İtalyan modeli Fiat 124 Berlina idi. Amma 01 onun sadə sürəti deyildi. O sınaqdan keçirilmiş, Sovet reallıqlarına uyğunlaşdırılmış və yüzlərlə dəyişiklik edilmiş tamamilə orijinal və güclü bir avtomobildir. Amma problemlər də var idi. Yuxarıya köçürülmüş paylayıcı val zəif nöqtələrdən biri idi və 60.000 kilometrdən çox xidmət etmirdi. SSRİ-də ehtiyac hissələrinin daim qıt olması bu problemi daha da kəskinləşdirir. 1970-ci illərdə yüzlərlə 01 sahibi səhər maşınının yaxınlaşanda kapotu açıq, klapan qapağı çıxarılmış və paylayıcı valının oğurlandığını görəndə böyük məyusluq yaşayırdılar. Sonradan texnologiya təkmilləşdirildi və bu problem aradan qaldırıldı. Paylayıcı val artıq ən azı 120.000 kilometr xidmət edirdi. Avtomobil çox qısa zamanda kulta çevrildi. Artıq şəxsi nəqliyyat yalnız elit üçün deyildi. Adi Sovet vətəndaşları üçün də əlçatan oldu. VAZ 2101-in qiyməti orta ailə üçün hələ də yüksək idi. Təxminən 5500 rubl, amma buna baxmayaraq onu almaq üçün pul yığmaq mümkün idi. Sovet İttifaqında bu avtomobil müxtəlif modifikasiyalarla 18 il istehsal olundu. Ümumilikdə Jigulinin birinci modelindən konveyerdən 5 milyona yaxın avtomobil çıxdı. Zarulyom jurnalında oxucular arasında buraxılacaq avtomobil üçün ən yaxşı ad müsabiqəsi keçirildi. Ümumilikdə təxminən 50.000 variant təklif olunmuşdu. Bu variantlar arasında Michta, Fialka, Voljanka, Slava, Lelinin 100 illiyinə həsr olunmuş Vilsto, Aurora, Katyusha, hətta kifayət qədər qeyri-adi Navarajest, Direktivest və Memorial kimi adlar da var idi. Amma bütün bu variantlara baxmayaraq avtomobil sonda Talyati yaxınlığında yerləşən Jiguli dağlarının şərəfinə Jiguli adını aldı. Daha sonra bu ad Fiat şirkətinə göndərildi və şirkət Kusovun arxasına xüsusi dekorativ yazı hazırladı. Amma burada bir nüans ortaya çıxdı. SSRİ-dəki satışlarla yanaşı bu avtomobil xarici ölkələrə də ixrac olunurdu. Və məlum oldu ki, Jiguli adı Avropalılar üçün o qədər də uyğun səslənmir. Çünki başqa söz xatırladırdı. Avropalılar Jigulini Jigalo kimi qəbul edirdi. Buna görə də ixrac olunan bütün avtomobillər daha sadə və ahəngdar bir adla təqdim olundu. Lada. Avtomobillər Avropanın bir çox ölkəsinə, həmçinin Yeni Zelandiyaya, Kanadaya, Boliviyaya, Peruya, Urugvaya, Panamaya və Kubaya ixrac edildi. Hətta sağ sükanlı versiyalar İngiltərəyə də göndərilmişdi. Maraqlıdır ki, Kubada bu avtomobillər uzadaraq limuzin formasına salınır və marşrut taksisi kimi istifadə edirdilər. Bu ölkədə bu gün də bu maşınlara rast gəlmək mümkündür. Xalq arasında bu model Kopeyka adı ilə məşhurlaşdı. Maraqlıdır ki, niyə məhz Kopeyka, yəni qəpik? Deyilənlərə əsasən sürücülər arasında model nömrəsinə görə, yəni 01 olduğuna görə əvvəllər Yediniçka deyiblər. Sonra isə bu Sovet pulunun ən az nominalda olan bir qəpik kimi adlandırılıb və Kopeyka daha populyar ada çevrildi. Hətta bəzi mütəxəssislər bu adın Fiat 124-ün sürəti, yəni kopyası olması ilə bağlayırlar. Bu ləqəb maşın istehsala çıxanda yox, 1980-ci illərdə populyarlaşıb. Sedanlarla yanaşı VAZ zavodunda VAZ 2102 indeksli universal modeli üzərində də iş aparılırdı. Bu modelin əsasında Fiat 124 familiar modeli dayanırdı. İlk universal 1971-ci ildə konveyerdən çıxdı. Məhz bu dövrdə Sovet vətəndaşları kütləvi şəkildə bağ evlərinin sahibi olmağa başlayırdı. Buna görə də yük daşıya bilən avtomobillərə tələbat çox sürətlə artırdı. İnsanlar kartof çuvalını, qutuları, hətta köhnə soyuducuları belə avtomobilin içində daşımaq istedi. Yəni hər şey damda yox, salonun içində yerləşməli idi. Sedanlarla müqayisəndə VAZ 2102 universal daha az istehsal olundu. Ümumilikdə bu modeldən cəmi 667.000 ədəd buraxıldı. Kopeyka çox populyar olsa da zavodda onun modernizasiyası barədə düşünməyə başlamışdılar. Dizaynerlər avtomobilin görünüşündə ciddi dəyişikliklər etmək istəyirdi. Hətta düz bucaqlı optika, yeni bamperlər və radiator barmaqlığı kimi ideyalar da müzakirə olunurdu. Amma çox vaxt olduğu kimi iqtisadi səbəblər üstün gəldi və nəticədə yalnız yüngül restorinqlə kifayətləndilər. Beləliklə VAZ 21011 modeli ortaya çıxdı. Bu modellə bamperlərin iri dişləri ləğv edildi. Əvəzində arxa sütunlara ventilyasiya barmaqları və radiator barmaqlarının altına əlavə dəliklər yarandı. Arxa optikanın forması və geri hərəkət işığının yeri də dəyişdirildi.
Amma əsas yenilik kapotun altında idi. Daha böyük həcmli mühərrik aldı. Bu mühərrik 0-1-dən bir neçə saniyə daha tez sürətlənirdi və maksimal sürəti 146 km/saata çatırdı. Daha sonra Vaz 2103 modeli təqdim olundu. Bu model 011-dən əsasən 1,2 litrli mühərriyi və arxa hissədə yerləşən 1200S nişanı ilə fərqlənirdi. Vaz 2103 zavod üçün əsl yüksəliş oldu və bir çox avtomobil həvəskarının arzusuna çevrildi. Xalq arasında Troyka kimi tanınan bu model Kapekadan və 011-dən köklü şəkildə fərqlənirdi və artıq prestijli avtomobil sayılırdı. Maşının dizaynı Fiat üslub mərkəzi ilə Vaz zavodunun mütəxəssislərinin birgə işinin nəticəsi idi. Vaz 2103 xarici görünüşü ilə dərhal seçilirdi. Xrom elementlərin bolluğu, fərqli ön optika, yeni arxa fənərlər, ön qapılarının ucundakı fənərlər, arxa divan üçün mərkəzi dayaq qolu, yeni cihazlar paneli, taxometr, gündəlik yürüş sayğacı və radio üçün ayrılmış yer. Bütün bunlar o dövr üçün ciddi yeniliklər idi. Maraqlıdır ki, ilk 03 modellərində ön şüşənin yuyucusunu idarə etmək üçün bugün tanış olan o sükanaltı qol yox idi. Bunun əvəzində pedalların solunda ayrıca pedal yerləşdirilirdi. Kaput altında da ciddi dəyişikliklər var idi. Troyka 75 at gücü yaradan mühərriklə təchiz olunmuşdu. Bu mühərrik avtomobili 100-ə təxminən 19 saniyəyə çatdırır və maksimal sürəti 150 km/saata qədər qaldırırdı. 01 ilə müqayisədə bu model təxminən 2000 rubl daha baha idi. Amma yüksək qiymətinə baxmayaraq ona tələbat çox idi. Bu avtomobil konveyerdə 12 il qaldı və ümumilikdə 1 milyon 300 min ədəd istehsal olundu. Məhz 03 Avtovazın milyonuncu avtomobil olmaq şərəfinə nail oldu. Bu əlamətdar hadisə 21 dekabr 1973-cü ildə baş verdi. 05-i 01-in ilk ciddi restylinqi hesab etmək olar. Baxmayaraq ki, ilkin mərhələdə o tamamilə fərqli görünə bilərdi. Modelin ilk 5 prototipi 1976-cı ilin sonunda hazır idi. Amma avtomobilin görünüşü qəbul komissiyasını qane etmədi və layihəni yenidən işləmək lazım gəldi. Nəticədə Piterka bugün tanıdığımız formaya gəlib çıxdı. Əvvəlki modellərlə silüet oxşar qalsa da avtomobil yeni kuzov panelləri, düzbucaqlı optika və yeni bamperlər aldı. Xrom elementlər və ön qapılardakı kiçik pəncərələr ləğv olundu. Salon da köklü şəkildə dəyişdi və içəridə plastik elementlərin sayı artdı. Bundan əlavə 5-lik klassik ailədə bir çox yeniliyi ilk dəfə təqdim edən model oldu. Standart komplektasiyada arxa şüşənin qızdırılması, ön qapı şüşələri üçün üfürmə sistemi, yan güzgülərin salon daxilindən tənzimlənməsi və qaz paylayıcı mexanizmdə kəmər ötürməsi məhz bu modeldə tətbiq olundu. Nəticədə Vaz 2105 bütün klassik modellər arasında ən uzun ömürlülərdən birinə çevrildi. Bu model müxtəlif modifikasiyalarla 31 il, yəni 1979-cu ildən 2010-cu ilə qədər konveyerdə qaldı və ümumi tirajı 2 milyondan bir qədər çox oldu. Ralliyə gəldikdə isə Vaz 2105 ailəsinin xüsusi modifikasiyaları böyük uğur qazandı. Bu modellər Vilnius nəqliyyat vasitələri zavodunda hazırlanırdı və layihəyə məşhur Litvalı yarışçı, SSR-nin əməkdar idman ustası, ralli üzrə 10 qat SSR çempionu Stasis Brunza rəhbərlik edirdi. Ralli üçün hazırlanmış 05 adi versiyadan xeyli fərqlənirdi. Avtomobil daha enli idi və xüsusi aerodinamik qabartmalara malik idi. Çəki azaltmaq üçün bamperlər çıxardılmış, bəzi kuzov elementləri isə alüminiumdan hazırlanmışdı. Nəticədə cəmi 980 kiloqram olan bu avtomobil 100 km/saat sürətdə 9,4 saniyəyə çatırdı. Maksimal sürəti isə 195 km/saata qədər yüksəlirdi. Bu avtomobil yalnız SSR daxilində deyil, beynəlxalq yarışlarda da iştirak edirdi. O cümlədən sosialist ölkələrinin dostluq kuboku çərçivəsində çıxış edirdi. İdman versiyalı 05 Almaniya, Macarıstan, Norveç, İsveç, Panama və Kolumbiya kimi ölkələrdə satılırdı. Bu avtomobillərin qiyməti isə təxminən 20.000 dollar civarında idi. Gəlin universal modeli ilə davam edək. Vaz 2102-dən sonra onun layiqli davamçısı kimi Vaz 2104 ortaya çıxdı. Bu modelin əsasında isə ondan 5 il əvvəl çıxan Piterka Vaz 2105 dayanırdı. Vaz 2104 o dövr üçün dəbdə olan künclü dizayn aldı. Bundan əlavə salon tamamilə yeniləndi. İsitmə və ventilyasiya sistemi də modernləşdirildi. Maraqlıdır ki, 1994-cü ilə qədər 04-ün standart komplektasiyasında arxa şüşə təmizləyici və
arxa şüşənin qızdırılması yox idi. Bu funksiyalar yalnız ixrac variantlarında olurdu. Buna baxmayaraq 04 həm Sovet vətəndaşları arasında, həm də xaricdə geniş populyarlıq qazandı. Bu model 28 il ərzində müxtəlif zavodlarda istehsal olundu. Tolyatti, İjevsk, Sizran, Xerson, Lutsk, Kremenchuk, hətta Misirin Əlgiza şəhərində belə yığılırdı. İstehsalın son illərində model kiçik restyling qaldı. Əsas dəyişiklik isə 07-yə xas olan radiator barmaqlığının tətbiqi idi. Bir maraqlı detal da var. 1999-cu ildə Tolyattidə VAZ 21045 adlı kiçik seriyalı modifikasiya buraxıldı. Bu model dizel mühərriki ilə təchiz olunmuşdu, amma yüksək qiymətinə görə bu avtomobil bazarda böyük uğur qazana bilmədi. Bəlkə də çoxlarımız heç bu modeli eşitməmişdik. Avtovazın stil mərkəzli mütəxəssisləri VAZ 2106 modelinin hazırlanmasına hələ 1974-cü ildə başlamışdılar. VAZ 2106 sedan kuzovlu, arxa təkəri çəkən minik avtomobil idi. Bu model 1976-cı ildən 2006-cı ilə qədər istehsal olunurdu. İlk VAZ 2106 21 fevral 1976-cı ildə əsas konveyerin 3-cü xəttindən çıxdı. Tolyattidə Lada 1600 adı ilə tanınan bu modelin istehsalı mənimsəniləndə, yəni Fiatdan götürülərək yerli istismar şəraitinə uyğunlaşdırılmış bu avtomobil istehsala buraxılanda heç kim onun VAZ-ın ən kütləvi və ən populyar modelinə çevriləcəyini təsəvvür etmirdi. 06 əslində 03 modelinin restyling olunmuş versiyası idi. 06 daha güclü 80 at gücü verən 1,6 litrlik mühərriyə sahib idi. Bundan əlavə fərqli elektrik sxemi, dəyişdirilmiş kuzov bəzəkləri və yenilənmiş salon ilə seçilirdi. Ergonomika yaxşılaşdırılmışdı, dizayn isə xrom elementlərin azalması və plastik hissələrin artması hesabına sadələşdirilmişdi. Maksimal sürəti 150 km/saata qədər çatırdı. 0-dan 100-ə isə təxminən 16 saniyəyə sürətlənirdi. Relyefli oturacaqlar, baş dayaqları, taxometrli cihazlar paneli və yaxşı səs izolyasiyası bu avtomobili fərqləndirirdi. Moskviç avtomobilləri ilə müqayisədə bu 5 nəfərlik sedanlar daha yaxşı dinamika və daha rahat interyer təqdim edirdi. Bu səbəbdən VAZ 2106 SSR-də geniş avtomobil sahibləri üçün komfort və prestijin zirvəsi hesab olunurdu. 1982-ci ildə avtomobilin ilk ciddi modernizasiyası həyata keçirildi. VAZ 2106 modelinə modernləşdirilmiş 75 at gücündə mühərriklər quraşdırılmağa başlanıldı. Arxa qanadda molding xətti boyunca yerləşən reflektorlardan imtina edildi. 1985-ci ildən etibarən əvvəlcə ixrac modifikasiyalarında, daha sonra isə bəzi daxili bazar avtomobillərində 5 pilləli sürət qutusu quraşdırılmağa başlanıldı. Əvvəlcə VAZ 2112 tipli, sonradan isə VAZ 2107 tipli sürət qutuları istifadə olunurdu. Bu dəyişiklik yolda yanacaq sərfiyyatını və mühərrik səsini əhəmiyyətli dərəcədə azaldırdı. 1990-cı ildə Avtovaz 06-nın bir növ lüks komplektasiyasını təqdim etdi. VAZ 2106 5 modeli. Bu versiya Solex tipli karbürator, kontaktsız alışma sistemi, standart VAZ 2106 mühərriki, halogen faralar, yaxşılaşdırılmış salon örtüyü və fərqli baş dayaqları ilə təchiz olunmuşdu. İxrac modifikasiyaları isə standart 06-dan xarici görünüşü ilə fərqlənirdi. Bu avtomobillərdə fərqli bamperlər, daha incə dönmə işıqları və bir qədər dəyişdirilmiş elektrik sistemi tətbiq olunurdu. Bu modelin öz sabit pərəstişkarlar ordusu da formalaşdı. Amma zaman keçdikcə VAZ 2106 tədricən mövqelərini itirməyə başladı. Bunun əsas səbəbi dizayn və interyerin mənəvi köhnəlməsi, həmçinin klassik quruluşa xas olan nisbətən zəif yürüş keyfiyyətləri idi. VAZ 2106-nın istehsalı Vorsk avtomobil zavodunda 1976-cı ildə başladı. 1998-ci ildən avtomobil Sızranda Roslada şirkətinin konveyerinə buraxılmağa başlandı. 2002-ci ildə isə istehsal İjevsk şəhərində yerləşən İjavto zavoduna köçürüldü. Nəhayət 2006-cı ilin yanvar ayında istehsalın başlanmasından düz 30 il sonra VAZ 2106 modelinin istehsalı dayandırıldı. Amma bu onun hekayəsinin sonu olmadı. Bu avtomobil bir dövrün son simvollarından biri idi. 4 faralı ön işıqlandırma sistemi, yan pəncərələri və klassik quruluşu ilə Jiguli ailəsinin son nümayəndələrindən biri kimi tarixdə qaldı. 1977-ci ildə tam ötürücülü avtomobillər tarixində yeni bir dövr açan, eyni zamanda Avtovazın ilk tamamilə müstəqil modeli olan əfsanəvi Sovet avtomobili VAZ 2121, yəni Niva ortaya çıxdı. Niva'nın unikallığı və innovativliyi ondadır ki, o dövrün digər yolsuzluq avtomobillərindən fərqli olaraq
daim aktiv olan tam ötürücü sistemə malik idi. Eyni zamanda komfort baxımından Niva adi minik avtomobilinə daha yaxın idi və dövrün kobud, hərbi tipli yolsuzluq maşınlarına o qədər də bənzəmirdi. Niva qısa müddətdə bütün dünyada böyük maraq və sevgi qazandı. Artıq 1978-ci ildə model Brno beynəlxalq yarmarkasında qızıl medala layiq görüldü. 1980-ci illərin əvvəllərində isə 100-dən çox ölkəyə ixrac olunurdu. Bu avtomobil geoloqlara, fermerlərə, hətta xilasetmə xidmətləri üçün əvəz olunmaz idi. Kompakt ölçüləri və yüksək klirensi sayəsində daha iri avtomobillərin keçə bilmədiyi yerlərə rahatlıqla gedə bilirdi. Salon da öz dövrü üçün kifayət qədər komfortlu idi. Tənzimlənən oturacaqlar, isitmə sistemi və hətta damda lük belə mövcud idi. Bu isə o dövrün iş atı üçün kifayət qədər yüksək səviyyə sayılırdı. Nivanın uğuru uzun müddətli oldu. Bu model bugünə qədər istehsal olunur və bir neçə modernizasiyaya baxmayaraq əsasən eyni konsepsiyanı qoruyur. Açığı yarım əsr keçməsinə baxmayaraq insanların hələ də almaq istədiyi bir avtomobil yaratmaq hər istehsalçının bacardığı iş deyil. Məhz Niva müəyyən mənada yolsuzluq avtomobillərinə olan qlobal marağın formalaşmasına təsir etdi. Çünki ondan əvvəl bazarda buna bənzər avtomobil demək olar ki, yox idi. Avtovaz yaranandan etibarən innovativ müəssisə idi. Bunu bir maraqlı nümunə ilə açıq şəkildə görmək olar. Gəlin Vaz 2108 modelinə baxaq, yəni 08-ə. Az adam bilir ki, bu avtomobil qismən Porsche izləri daşıyır. 08 hazırlanarkən Porsche mühəndisləri onun idarə olunma və sabitlik problemləri üzərində işləyirdi. Məsələn, yüksək sürətdə daha stabil olması üçün avtomobilin arxa hissəsini yükləyən xüsusi dam forması təklif etdilər. Maraqlıdır ki, eyni yanaşma Porsche 924 modelində də istifadə olunmuşdu. Aerodinamikadan əlavə Alman mütəxəssisləri mühərrik üzərində də işləyirdi. Sınaqlar zamanı isə 08 Porsche'nin test poligonlarında minlərlə kilometr yol qət etmişdi. Avtovazın bu məşhur Alman markası ilə əməkdaşlığının rəsmi səbəbi isə kifayət qədər maraqlı idi. Belə bir fikir səslənirdi ki, güya Almanlar Porsche prezidenti Ernst Furman şəxsində 2-ci Dünya müharibəsi zamanı Sovet İttifaqına vurulan ziyanı müəyyən mənada kompensasiya etmək istəyirdilər. Hətta 1975-ci ildə Avtomobil Sənayesi Naziri ilə keçirilən görüşdə də məhz bu versiya qeyd olunmuşdu. Amma bir məqam var idi. Almanlar bu işi əlbəttə ki, pulsuz etmirdi. Jiguli avtomobilləri SSR-nin kimya sənayesinə də ciddi təsir göstərdi. Xüsusilə də avtomobil sektorunda xidmət edən sahəyə. Səbəb sadə idi. İtalyan mənşəli bu avtomobillər daha keyfiyyətli yağlar və sürtkü materialları tələb edirdi. Nəticədə Sovet mütəxəssisləri Fiatdakı həmkarları ilə birlikdə işləyərək keyfiyyətcə oxşar, amma daha əlçatan olan yeni sürtkü materialları hazırlamaq məcburiyyətində qaldılar. Bundan əlavə Jiguli avtomobilləri Sovet sürücülərini bir çox texnoloji yeniliklərlə də tanış etdi. Məsələn, Kopeykadan əvvəl disk əyləc yalnız hökumət avtomobillərində quraşdırılırdı. Daha sonra Jigulinin bəzi modelləri vakuum gücləndiricili əyləc sistemi, salon daxilində elektrikli saat və taxometrlə təchiz olundu. 6-cı modeldə qəza siqnalı düyməsi və ön oturacaqlarda baş dayaqları ortaya çıxdı. Jiguli ailəsinin ən bahalı modeli Semyorka Vaz 2107 oldu. Bu model arxa təkərdən çəkilişli klassik versiyanı bağlayan 05-in lüks variantı idi. Qiyməti 9700 rubl idi və yüngül minik avtomobilləri arasında ondan baha yalnız Volga var idi. Düzbüçaqlı optika və çıxıntılı radiator barmaqları sayəsində 07-ni bəzən Sovet Mercedes adlandırırdılar. Amma maraqlı bir detal da var. 05 ilə müqayisədə Vaz 2107-nin yüksək yanacaq sərfiyyatı daha yüksək idi. Aparılan aerodinamik tədqiqatlarla və poligon sınaqları ilə göstərildi ki, bunun əsas səbəbi məhz bu çıxıntılı radiator barmaqları idi. 07 Jiguli ailəsinin son modeli oldu. 2012-ci ildə o Rusiya konveyerindən ayrıldı və yerini yeni xalq avtomobili olan Lada Granta'ya verdi. Ümumilikdə 30 il ərzində 3 milyondan çox Vaz 2107 istehsal edildi. Bu model yalnız Tolyatıda deyil, həmçinin İjevskdə, Çeçen Respublikasında, Ukraynada və hətta Misirdə 2014-cü ilin əvvəlinə qədər yığılırdı. SSR-də yeni avtomobil seriya buraxılmamışdan əvvəl mütləq ölkə rəhbərliyinə təqdim olunurdu. Belə təqdimatlardan birində 07 modelinin maketi göstərildikdən sonra Vaz zavoduna təcili sifariş daxil olur. Sifariş isə belə idi. Leonid İliç Brejnev üçün ya da onun yaxın çevrəsindən biri üçün
7'lik hazırlanmalı idi. Amma problem var idi. Qısa müddətdə maketdən tam funksional avtomobil hazırlamaq demək olar ki, mümkün deyildi. Digər tərəfdən baş katibə yox demək də olmazdı. Buna görə də zavodda kiçik bir hiylə işlətdilər. Adi 06-nın üzərinə VAZ 2107-dən götürülmüş kapot və radiator barmaqlıqları quraşdırıldı. Bundan əlavə avtomobil maketdə olduğu kimi anatomik ön oturacaqlar aldı, amma qalan hissə tamamilə 06 olaraq qaldı. Zavod daxilində bu avtomobillər zarafatla yarım 7'lik adı verildi. Bu unikal model sonradan SSR rəhbərliyinə təqdim olundu, amma onun sonraki taleyi haqqında dəqiq məlumat yoxdur. VAZ 2108 ilə başlayan yeni dövr çox keçmədi ki, davamını aldı. Onun daha praktik və ailə üçün uyğun versiyası olan VAZ 2109, yəni 09 ortaya çıxdı. Bu model 1987-ci ildən istehsala buraxıldı və 5 qapılı kuzovu sayəsində daha geniş istifadə imkanları təqdim edirdi. Əgər 08 daha çox gənclərə və dinamik sürüşə yönəlmişdisə, 09 artıq gündəlik həyat üçün daha rahat və universal avtomobil idi. Texniki baxımdan VAZ 2108 ilə eyni platformanı daşıyırdı. Ön ötürücü sistem, eninə yerləşdirilmiş mühərrik və nisbətən yüngül konstruksiya. Bu isə avtomobili klassik Jiguli modellərindən xeyli fərqləndirirdi. İdarə olunma daha stabil idi. Xüsusilə sürüşkən yollarda bu fərq açıq hiss olunurdu. VAZ 2109 qısa müddətdə SSR-də ən yayılmış avtomobillərdən birinə çevrildi. Sadəliyi, ucuz təmiri və gündəlik istifadə üçün uyğunluğu onu geniş kütlələr üçün ideal seçim edirdi. Bir neçə ildən sonra isə bu modelin sedan versiyası, yəni VAZ 21099 təqdim olundu. Bu artıq 09-un daha klassik görünüşünə sahib variantı idi. VAZ 21099 1990-cı ildən istehsala buraxıldı və xüsusilə daha konservativ sürücülər üçün nəzərdə tutulmuşdu. Arxa hissədə ayrıca bagaj bölməsi avtomobilə daha ciddi və statuslu görünüş verirdi. Texniki baxımdan isə ciddi fərq yox idi. Eyni mühərriklər, eyni platforma və eyni yanaşma. Amma bu model bazarda öz yerini tapdı və uzun illər istehsalda qaldı. Beləliklə 08, 09 və 099 birlikdə AvtoVAZ üçün tamamilə yeni bir mərhələnin başlanğıcı oldu. Bu artıq klassik arxa ötürücülü avtomobillərdən imtina edib müasir ön ötürücülü texnologiyaya keçid idi. Perestroikaya qədər VAZ avtomobilləri SSR-də sözün həqiqi mənasında hər yerdə idi. Sovet yollarında milyonlarla bu maşın hərəkət edirdi. Amma Sovet İttifaqının dağılması ilə vəziyyət kəskin dəyişdi. AvtoVAZ da digər Sovet nəhəng müəssisələri kimi çox ağır duruma düşdü. 1990-cı illər zavodu demək olar ki, dağılma həddinə gətirdi. Təchizat zəncirləri dağıldı, bazara istifadə olunmuş xarici avtomobillər daxil oldu və ciddi rəqabət yarandı. Bununla yanaşı aktivlər uğrunda daxili mübarizə də vəziyyəti daha da çətinləşdirdi. Hətta bir ara belə görünürdü ki, AvtoVAZ tezliklə fəaliyyətini dayandıra bilər. O, Zil və Moskviç kimi tarixə qovuşa bilərdi. Amma zavod mübarizəni davam etdirdi. Artıq 1995-ci ildə bazara Sovetdən sonraki ilk model VAZ 2110 çıxarıldı. Bu model yeni dövrün başlanğıcını göstərirdi. Bir çox Sovet sənaye nəhənglərindən fərqli olaraq AvtoVAZ uçurumun kənarında dayanmağı və yeni reallığa uyğunlaşmağı bacardı. Bu artıq zavodun, onunla birlikdə isə Tolyatti şəhərinin də sağ qalacağının açıq siqnalı idi. 2000-ci illərdə AvtoVAZ tarixinin əvvəlində olduğu kimi yenidən xarici tərəfdaşlar axtarmağa başladı. Məqsəd aydın idi. Model sırasını yeniləmək və ən əsası texnoloji bazanı müasirləşdirmək. İlk gələn tərəfdaşlardan biri Amerikalı General Motors oldu. Bu əməkdaşlıq nəticəsində Chevrolet Niva modeli ortaya çıxdı. Paralel olaraq zavod öz daxili layihəsini də inkişaf etdirdi və Lada Granta modelini yaratdı. Bu avtomobil qısa müddətdə ölkə daxilində bestsellerə çevrildi. Amma yenilənmə yolu heç də asan olmadı. 2008-2009-cu illərin qlobal iqtisadi böhranı satışları kəskin şəkildə azaltdı. Zavod istehsalı azaltmağa, bəzi hallarda isə fəaliyyəti müvəqqəti dayandırmağa məcbur qaldı. Bu vəziyyətin sosial nəticələri də ağır oldu. Həyatı hələ də AvtoVAZ ətrafında qurulmuş Tolyatti şəhərində işsizlik artdı və şəhər etiraz dalğası ilə üzləşdi. Eyni zamanda xarici investisiyaların axını dayandı. Qərb təchizatçıları ilə əlaqələr qırıldı. Bu isə yeni modellərin istehsalını da risk altına saldı. Amma ənənəyə uyğun olaraq bu dəfə də beynəlxalq tərəfdaşlıq vəziyyəti dəyişdi. AvtoVAZ Fransız-Yapon alyansı, Renault-Nissan alyansı ilə əməkdaşlığa başladı. 2008-ci ildə Renault AvtoVAZ-ın 25% səhm paketini aldı. Bu əməkdaşlığın əsas töhfəsi yalnız texnologiya deyildi. Eyni zamanda Avropa keyfiyyət standartları və müasir idarə etmə sistemi zavoda gətirildi. Bu dəyişikliklər tədricən və sistemli şəkildə həyata keçirildi.
İstehsalda qüsurların faizi planlı şəkildə azaldılırdı. Nəticədə artıq 2010-cu illərin əvvəllərində Tolyatti zavodunun daxili strukturu prinsip etibarilə konsernin digər zavodlarından fərqlənmirdi. Logistika sistemi də tam dəyişdi. Təchizat qlobal xarakter aldı və faktiki olaraq Lada avtomobilləri artıq dünyanın müxtəlif yerlərində istehsal olunan Renault və Nissan komponentləri ilə yığılırdı. Bu əməkdaşlığın nəticəsi kimi yeni modellər ortaya çıxdı. Lada Vesta və Lada X-Ray. Bu avtomobillər hələ də büdcə segmentinə aid idi, amma artıq qərb keyfiyyəti standartlarına uyğun gəlirdi. Vesta modeli Avropa ölkələrinə, Ərəb bazarına və MDB regionuna ixrac olunmağa başladı. Bu Ladanın beynəlxalq arenaya geri dönüşünün simvolu idi. Bundan əlavə xarici platforma əsasında hazırlanmış Lada Largus modeli də istehsala buraxıldı. Bu arada Lada yenidən kütləvi mədəniyyət fenomeninə çevrildi. Əfsanəvi klassik modellər 2010-cu illərin əvvəllərində konveyeri birdəfəlik tərk edərək yeni nəsillərə yol açdı. Amma onlara olan nostalgiya artıq milli kimliyin bir hissəsinə çevrildi. Bu gün müxtəlif dərnəklər, retro avtomobillər, festivallar və modernləşdirilmiş Nivaların iştirak etdiyi ralli yarışları markanın kult statusunu qoruyub saxlayır. Gənclər babalarının kapeykalarını qarajlardan çıxarır və hətta drift yarışlarında istifadə edirlər. Bugün Avtovaz yenə də Sovet dövründə olduğu kimi ildə 100 minlərlə avtomobil istehsal edir. Yerli istehsal olunan avtomobillərin ümumi sayının 80%-dən çoxu məhz Avtovazın payına düşür. Bir vaxtlar klassik modellərin hökm sürdüyü zavodda bugün artıq müasir crossoverlər yığılır. Köhnə konveyerlər isə demək olar ki, qalmayıb. İstehsal prosesi sıfırdan yenidən qurulub. Zavod yenidən innovasiyalar üçün sınaq meydanına çevrilib. Burada süni intellekt əsaslı ağıllı sistemlər test edilir. 2021-ci ildə elektrikli Lada Largus elan olundu. 2023-cü ildə isə Rusiya IT şirkətləri ilə birgə hazırlanmış Eniva konsepti təqdim edildi. Elektromobillərə keçid sanksiyalar səbəbilə çətinləşsə də zavod aktiv şəkildə akkumulyator texnologiyalarına və avtonom idarə etmə sistemlərinə investisiya edir. Eyni zamanda Lada'nın büdcəli və etibarlı brend kimi mövqeləndiyi Asiya, Afrika və Latin Amerikası bazarlarında da genişlənməsi davam edir. Ümumilikdə Avtovazın tarixi Sovet və Rusiyanın bir güzgüsüdür. 1960-cı illərin optimizmi, 1970-ci illərin sabitliyi, 1990-cı illərdəki çöküş, 2000-ci illərin tədrici bərpası və nəhayət qlobal korporasiyalara inteqrasiya. Bu yol heç vaxt asan olmayıb, amma bütün bu sınaqlardan sonra bir şey aydın olur. Avtovaz batmır. Kapeykanın heykəlinin dayandığı sexlərdə isə robotların yeni Vesta'nın kuzovunu qaynaq etdiyi Tolyattidə insanlar hələ də bir şeyə inanır. Yaxşı yerli avtomobil yaratmaq mümkündür. Jiguli yalnız texniki göstəriciləri ilə deyil, mədəniyyətdəki yeri ilə də yadda qaldı. O həm Sovet, həm də xarici filmlərdə görünürdü. 90-cı illərin sonunda Zarulom jurnalının sorğusunda isə ilk model Vaz 2101 əsrin avtomobili seçildi. 2002-ci ildə isə Kapeykaya həsr olunmuş ayrıca bədii film çəkildi. 90-cı illərdə Avtovaz Jiguli adından rəsmi olaraq imtina etsə də, bu ad xalqın yaddaşından silinmədi. Bugün də o ad yaşayır. Artıq yarım əsrə yaxın vaxt keçsə də bu avtomobillər hələ də yollardadır. Kimisə onunla işə gedir, kimisə bağa, kimisə onu tam dəyişdirir, kimisə isə olduğu kimi qoruyur. Bir çox şəhərlərdə Vaz həvəskarlarının klubları fəaliyyət göstərir. Maraqlısı isə budur ki, bu klublarda bahalı avtomobillər sürən insanlar da var. Onlar gündəlik həyatda Mercedes, BMW sürür, amma yenə də vaxt tapıb qaraja düşür və Jigulinin sükanı arxasına keçirlər. Maraqlısı budur ki, Bakıda da Vaz dairəsi deyə bir dairə var idi. Bəs siz necə düşünürsünüz? Jiguli sadəcə köhnə avtomobil idi, yoxsa həqiqətən bir dövrün əfsanəsi? Şərhlərdə mütləq yazın. Əgər sizin atanız, babanız və ya tanıdığınız birinin Jiguli ilə bağlı maraqlı xatirəsi varsa, onu da bölüşün. Çünki bu maşın haqqında ən maraqlı hekayələr çox vaxt zavod arxivlərində yox, insanların yaddaşlarında qalır. Avtomobillərin tarixi haqqında videolar sizə maraqlı gəlirsə, kanalda digər videolar da var. Xahiş edirəm, kanala abunə olun, çünki növbəti videolarda yenə hamının tanıdığı, amma çox az adamın əsl hekayəsini bildiyi avtomobillərdən danışacağıq.